Salam dostlar, mən bugün yeni bir video ilə qarşınızdayım və bugün dünya birincilərinin favori karakterlərinə dönüşəcəm. Bu videonun indi bu videonu çəkən vaxtı əziyyət çəkirəm, onun üçün like atıb abunə olmayı unutmayın. O zaman videomuza başlayaq. Bu arada dostlar, çarkla eləyəcəm. Dostlar, videolarımda bəzi çarklı videolarım da olacaq. Bu bölümdən çarklı videolarımıza başlayacağıq. O zaman çarkımıza videonu dayandırıram, çarkımıza keçərək birdən-birə sizi ışınlayacağım. Dostlar, indi çarkımıza gəlmişik, ışınladım sizi bu arada. Buradan məsələn dostlar 1-dən 30-a kimi var. Buradan məsələn orada çıxan rəqəmdə olan insanın profilindəki favori karakterinə dönüşəcək. O zaman spinə basıram. Baxaq görək, ilk 1 gəlmiş, yoxmuş. 1 yox, 10 gəldi. Tamam. O zaman dostlar, 10-cu, o zaman dünya birincilərinin 10-cu adamı baxaq. Dostlar, burada 10-cu adam burada kim göstərir? MXRF 76 Sam. Hayda. Dostlar, bu arada 266.000 kupası. Bütün karakterləri. Bütün karakterlər Prestige 2 öncədir. Neyse. Sam deyib də. O zaman Sam'la oynayaq. Sam'imiz burada. O zaman dostlar maçımıza başlayaq. Dostlar 2 tane Nori, Chester, nə bilim nə, bayağı bir çətin rəqiblər gəlir. Bu arada dostlar, burada Sam'in heç bir əlaqəsi yoxdur. Sizə onu deyirəm də, ultima almaq var. Bir də üstüm hoppanca. Mən ultimi çağırana qədər. Amma dostlar, məncə haqsızlıq deyil. Çünki məsələn sənlə oynamaq həm çətindir, bu bir. Həm meta məsələn meta karakteri deyil. Həm də onsuz ancaq Nori indi bütün karakterləri öldürür. Mən ona görə bu maçı saymıram. O zaman dostlar, bir sonraki o zaman təzədən çarkımızı çevirək. Dostlar, çarkımıza təzədən gəldik. O zaman çeviririk. Aha, gələn, baxaq görək neçə gələcək. Birinci gəldi. Elox gəldi. Dostlar, Elox gəldi. O zaman dostlar, Elox'un favori karakterinə baxaq. Dostlar, oyuna təzədən geri gəldi. O zaman buradan liderlik tabloları. Dostlar, qorxuram. İnşallah Elox'dan, məncə Elox'dan yaxşı karakter çıxar. Baxaq. Penny nə əlaqə? Elox'dan ümidim var idi. Ümidim boşa çıxardı. Dostlar, yəni ümidim var idi Elox'dan, amma yaxşı karakter çıxmadı. Nə deyək də. Amma Penny ilə hamı məni öldürəcək. Neysə. Artıq ayrı bir çarəmiz yoxdur. O zaman Penny ilə başlayaq da. Bu arada dostlar, deyəsən botlar gəldi. Amma nə yaxşı ki Nori yoxdur, ən önəmlisi. Ən önəmli rəqibimiz Nori yoxdur. Dostlar, baxın. Ayda. Yana klon, elə bildim klondu. Dostlar, taretimi ortada bir yer atacağım. Ortada divarın arkasına atacağım. Görüm hə. Dostlar, oraya atacağım. Hem eşkimi vurmaz. Ay, öleceğim. Yani taretin arkasına geç. Yaxşı taktik. Tareti qabağına al. O tarete vursun, sənə canın az olandı. Ən yaxşı taktik adıdır. Məsələn, Nita'da, nə bilim, Sirius'u falan elə şeylərdə də yaxşıdır. Özellikle bu daha çok Sirius'a yarıyor. Çünkü dostlar bakın, Sirius hem klonların arkasına geçende hem eğer atıcı bir karakter değilsinizsə, Sirius'a vurma çətinləşir ya da atıcı olsanız belə, Sirius'un qabağında klonları olacağı için siz Sirius'a vurmaq istəyəndə o klonlar sizə vuracaq. Yəni hansı cürdən baxsaz yenə də, yəni Sirius yenə də hər mənadan çox yaxşıdır.
Yəni dostlar, oyunu domine eləyir də bildiyiniz. Amma dostlar, Nuri qədər güclüdürmü? Məncə Nuri qədər güclü deyil. Yəni bunu niyə deyirəm? Çünki Nuri məsələn indiki metada, onsuz dostlar Supercell həmişə eyni şey eləyir. Hər yeni çıxardığı karakteri gücləndirir, güclü çıxardır. Ondan sonra da karakteri zəiflədir, metadan düşür. Eyni şeydir. Neysə o zaman dostlar təzədən çarka geri gələk. Dostlar təzədən çarka gəldik. O zaman basırıq. Baxaq görək neçə gələcək. Ayda. 3. Yox 1. Dostlar ancaq başlarda gəlirik. O zaman dostlar oyuna geri qayıdaq. Dostlar təzədən geri gəldim. İndi liderlik tablolarında 500k. Burada Kaze. Bir dəqiqə. Bu arada dostlar məndə Kaze yoxdur. Yəni bu arada dostlar yəni belə videonu həm də biraz uzadıram amma yəni məndə olmayan karakter üçün mən onu seçə bilmərəm. O zaman çarkı təzədən çevirəcəm. Dostlar çarka təzədən gəldim. O zaman spin birinəmizə nəzikcə bir şəkildə vururuq və 18. Dostlar o zaman oyuna girək 18-ci lider tablolarında 18-ciyə bax. Dostlar oyuna təzədən geri qayıtdım. İndi liderlik tablolarında 18-ə baxırıq. 18-də Urax. 250.000 Shelly. Yaxşıdır. Bu arada yaxşıdır. Yəni heç olmasa bu arada dostlar Shelly'nin ən belə gücü, yəni ən belə bilinen taktikası odur ki, oyunda məsələn gizlənirsiniz. Məsələn sadəcə gizlənirsiniz də, ulti kasıb tez gizlənirsiniz. Çalıyı kimsə gələndə də tez öldürürsünüz. O zaman baxaq da. Edgar, Kenji, Cole, Chester, oho. Ana baba gününə dönüb. Bu arada dostlar siz bu yeni kostümlərin neçəsini çıxartdınız? Mən dostlar bir dənə burada siber şeyini çıxarda bilmədim. Teknotara, Tikoyaki bu dövüşçü berini çıxardım. Dostlar onsuz mən Brawl Pass almıram. Brawl Pass kostümlərini mən eləyirəm. Bir dənə dostlar məndə siber şeyli yoxdur. Yan hesabımda siber şeyli var. Yəni yan hesabımda çıxarmışam onu. Ya ayda biz bugün niye belə olur? Bugün niye belə olur? Neyse. O zaman dostlar bir sonraki karakterimize keçək. Dostlar çarka tərdən geri qayıtdım. O zaman spin düyməmizə nəzikcə bir şəkildə dəyirik. Neçə gəldi? 16. Dostlar o zaman 16-cıya baxaq. Dostlar oyuna təzədən geri gəldim. O zaman dostlar liderlik tablolarında 16-cıya baxaq. Dəqiqə. Ne zaman? Hə, düzəldi heç nə. Hə. Dostlar 16-cıya baxaq. 16-cı Carry by Alex. 254.000 kupa. Draco yani bilmirəm dostlar güclüdürmü, zəifdirmi tam bilmirəm amma bilmirəm də baxaq. Bu arada dostlar orada göstərdiyi kostüm məndə də var. Bu arada dostlar deyə bilərsiniz ki buna pul vurmuşam. Əslində mən özüm buna pul vurmamışam. Çünki oyun mənə verib. Həqiqətən deyirəm amma bu arada oyunda özüm çıxarmışam. Oyun mənə vermişdi. Bilmirəm nədən vermişdi, amma yadımda deyil tam. Amma vermişdi də. Deyəsən ultra kupa kutusundan deyəsən vermişdi. Təxminən. Elə olmalı. Çünki dostlar tam yadımda deyil. Bayağı bir onlarda çoxdan bu kostüm məndə var. Bu arada dostlar ancaq hər gün dalbadal içəriklər atacağım da. Yəni isə vaxtım yox idi. Ata bilmirdim amma artıq indi atacağım. İntiham vaxtım da var. Yəni dostlar içəriklərimə davam edəcəm də yəni. Astro Baba Pro geri döndü. Onda ilk 5'e qaldıq. Bir tane şey öldürdüm. Neydi o karakter? Karakterin adı yadım.
Hayda can diyen. Aha. Geri gitmem. Dostlar bir damcı da bulsam tutsam bir tane gebrak. Bu kadar. Palyanto qəşəng. Oyunumuzu udduq. Dostlar belki uduzmaqdan sonra şifa kimi gəldi. Dərman kimi gəldi. O zaman dostlar bir sonraki karakterimiz, daha doğrusu çarkımıza geri dönək. Dostlar çarkımıza geri geldi. İndi çarkımızı təzədən çevirik. $25. Tamam. Onda dostlar 25-ciyə baxaq. Dostlar oyuna təzədən geri geldim. O zaman liderlik tablolarına girək və 25-ciyə baxaq. 25. Cold. Qəşəng. Bu arada dostlar Master olub. Bu arada dostlar belə bu arada dünya birincilərinin qazanma serisindəki karakterlərinə də dönüşə bilərəm. İndidən bu arada dostlar çaktırmayın, video spoiler verirəm. Neyse dostlar videoya devam edək. O zaman dostlar bize Colt demir. Orada Colt'uydu da, o zaman Colt'umuza gəlik. Dostlar məndə Colt'u 1100 kupa olma, 1089 kupadır. O zaman maçımıza keçək də. Bu arada dostlar sizin bu vaxta dək en çok sevdiğiniz etkinlik nədir? Məncə onları yorumlara yazın. Valla dostlar mənə baxılsa, mən bu vaxta kimi hamı Godzilla deyir, amma mənə görə Godzilla deyiləm. Mənə görə bu etkinliği var diye dostlar, bu sushi etkinliği. Dostlar onu çok sevdim. Özellikle bu sezonu da çok sevdim. Çünkü hele bu sezon biraz oxşuyur. Sushi sezonunun davamını oxşuyur da. Supercell'e deyirəm ki, Norini qaldır. Həqiqətən bax dəqiq nöqtəsi ilə, nöqtə vergülü ilə deyirəm ki, qaldır. Yəni mənasız deyə. Amma neyse dostlar, o zaman dostlar karakter çarkımıza geri gələk. Karakter çarkımıza dostlar geri geldi. O zaman karakterimize, o zaman spin düğmemize vururuq. Baxaq görək neçə gələcək. Neçə gəldi? 17 geldi. O zaman dostlar 17-cimizə baxaq. Dostlar təzədən geri geldim. Amma dostlar bu səfər çox qorxuram. Yenə dostlar pis çıxsa. Dostlar həqiqətən qorxuram. Pis çıxmasını, pis çıxar. Elə bil dostlar o bəzən belə bir hissiyat alar sizə ki pis çıxacaq, pis bir karakter çıxacaq. Onun hissiyatını aldım. Dostlar gözlərimi bağlayacağım. Lumi. Yani bilmirəm. O zaman dostlar baxaq da o zaman Lumi'mizi seçək. Lumi, burada. O zaman dostlar maçımıza keçək. Dostlar maçımıza keçirik. O zaman dostlar maçımıza başladıq. İndi dostlar burada yüklər var. Yüklərimizi topladıq. Dostlar Lumi ilə maç qazanmağı göstərəcəm sizə. Dostlar bu arada sizə bir taktika deyim. Bakın dostlar həmişə maç başlayanda qıraqdakı ortaya heç bir vaxt getmir. Maç başlayanda dostlar qırağa gedin, qıraqdakı yükləri alın. Sonra dostlar agresif eləməyin. Kimsə üstünüzə gəlsə agresif, pozitiv bir şəkildə 1-2 vuruş atın, sonra qaçın. Bir dostlar bir ilk 5'e girəndə ondan sonra agresifləşin. İlk 5'ten garanti artıq palatsız. Ona göre pozitif olma artıq ilk 5'ten sonra gerek yoktur. Ben dostlar ilk 4'e qalmışam pozitif. Pozitif yox, agresifəm. Hayda, bəl məndən nə istəyir? Yəni can. Canım azaldı. 2 dəqiqə gözü. Dostlar hələ də bu arada 3 nəfər var. Özüm saymam. Neyse.
Etana qaldı ki. İkinci oldum. Neyse dostlar. O zaman dostlar təzədən çarkımıza geri qayıdaq. Dostlar çarkımıza təzədən geri gəldik. O zaman vuraq, baxaq görək hansı karakter gələcək. Neçə? 23. O zaman dostlar 23-cüyə dönüşək. Dostlar gəldim. O zaman 23-cü. Burada dünya birincilərindən 23-cünün favori karakterinə dönüşək. 23. Tony McPhee. Starnova. Mən təxmin, bu arada dostlar sizə deyim, təxmin eləyirdim. Niyə deyirsinizsə, buradakı işarədən təxmin eləmək olur. Yəni təxmin eləyirdim. O zaman dostlar Starnova seçək. Bu arada dostlar biraz olar ki, dostlar bir Starnova prestij eləmişdim. Starnova prestij eləyəndən sonra heç nə, yəni eləmədim da ki, Starnova falan oynamadım. Bu arada dostlar belə prestij kasma videolar gəlsin ki, məsələn tutalım videoda məsələn prestij kastığım yerlərdə tutalım bir dənə karakteri 250-yə son bir maskala göstərim və ya 500-ə son bir maskala, 750-yə son bir maskala və 1000 kupaya son bir maskala. Elə karakterləri göstərə prestij kasa bilərəm əslində videoda. Bu arada dostlar ağlımda bir video içəriyi var. İndi sürprizli hələ ki indi onu düzənləyəcəm, amma indi bilmirəm də. İndi baxaq görək. İndi hələ ki indi onu planlaşdırıram da. Hələ tam düzəltməmişəm. İndi onu tam düzəldəndə çox qəşəng bir içərik olacaq. Məncə sevəsiniz. Özdə çox maraqlı bir 500. Dostluq deyə bir şey yoxdur. Yaxşı, bura biraz sakin. Bu arada dostlar, mən niyə agresif oynayıram? Öz dediğim taktikanı özüm uygulamıram. Zəhər tam elə dibindəykən ay. Neyse dostlar, o zaman bir sonraki keçək. O zaman bir sonraki şanslı kişimiz baxaq görək kimiymiş. Dostlar təzədən geri gəldim. O zaman çarkımızı təzədən çeviririk. Aha. Geldi mi? Aha. 14. O zaman dostlar 14-cü kişiyə dönüşürük. Dostlar təzədən geri gəldim. O zaman dostlar liderlik tablolarına baxaq görək 14-cü kimdir? Baxdım, Kazi. Dostlar o zaman təzədən çarkımızı çevirək. Təzədən dostlar gəldim. O zaman çarkımızı çevirək, baxaq görək nə çıxacaq. Dostlar nə çıxdı? 11. O zaman dostlar 11-ciyə dönüşürük. Dostlar 11-ciyə dönüşürük. Aha, çak. O zaman dostlar çaka çevrilək. O zaman çak. Hə. O zaman dostlar maçımıza başlayaq. Dostlar bayağı çətin rəqiblər gəlib. İndi maçımıza başlayaq da Colt var. Bu arada dostlar əslində heç əlaqəsi yoxdur çak. Tamam deyəm. Dostlar takım olacağım, amma niyə takım olacağım? Baxaq görək takım olanda necə olur. Qaqa bir vuruş daha atma. Dostlar həqiqətən sözüm yoxdur. Həqiqətən sözüm yoxdur. Neyse dostlar, o zaman dostlar videonu da burada nöqtələmək istəyirəm. Dostlar sizləri çox sevirəm. Like atıb abunə olmayı və dəstək verməyi unutmayın. Bir sonraki videoda görüşərik. Sağ olun.